1 sentyabr 1977-ci il tarixindən sonra verilmiş kitabça şəklində olan sürücülük vəsiqəsinin dəyişdirilməsi Asan Xidmət mərkəzlərində mümkündür. Sürücülük vəsiqəsinin dəyişdirilməsi xidməti ilə bağlı bir sayılı Gəncə və bir sayılı Sumqayıt Asan Xidmət mərkəzi istisna olmaqla istənilən Asan Xidmət mərkəzinə müraciət edilə bilər. Kitabça formasında sürücülük vəsiqəsinin əsli itməyibsə, əlavə qeydiyyat imtahan mərkəzindən təsdiq edici arayışa ehtiyac olmadan xidmət göstərilir. Lakin kitabça formasında sürücülük vəsiqəsi itmiş olarsa, əlavə olaraq qeydiyyat imtahan mərkəzindən arayış da təqdim edilir. Bu xidmətlə bağlı sürücülük vəsiqəsi sahibinin özü müraciət etməlidir. Müraciət zamanı onun şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, 60 və daha çox yaşı olan şəxslər üçün, eləcə də siyasi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilən xəstəlikləri olan şəxslər üçün tibbi arayış tələb edilir. Sürücülük vəsiqəsinin dəyişdirilməsi ilə bağlı 30 manat məbləğində dövlət rüsumu ödənilir. Sürücülük vəsiqəsinin dəyişdirilməsi zamanı fotoşəkil mərkəz daxilində xüsusi avadanlıq vasitəsilə ödənişsiz olaraq çəkilir. Yol hərəkəti haqqında qanuna əsasən sürücülük vəsiqəsinin dəyişdirilməsi sənəd sahibinin əvvəllər malik olduğu bütün kateqoriyalar saxlanılmaqla imtahansız həyata keçirilir.